Salam uşaqlar, gəlin bir çox şagirdlərin çaşdığı bir qaydanı vurğulayaq. Deməli, onlar hansıdır? Yəni, it apostrofes, its fərqi. Yəni, bunlar nədir? It apostrofes bərabərdir itizə. İtizdən sonra nə gələ bilər? Deməli, cümlədə bunların işləmə yerini bilsəz, uşaqlar, heç bir çətinliyiniz olmayacaq. Hətta siz cümləni tərcümə etməsəz belə, bunları tapa biləcəksiniz asanlıqla. Deməli, it apostrofes it is'in qısa formasıdır. Onlardan sonra nə gələ bilər? En, z, yəni artikel və yaxud da yəlik əvəzliklər olsun. My, your, his, possessive quruluşu və yaxud da sifətlər gələ bilər. Nice, interesting, dirty, beautiful və s. Məsəl üçün, tutaq ki, deyirəm ki, it apostrof is nice, gözəldir. Tutaq ki, cümlənin sonra davam etmək mümkündür. Yəni, gözəldir. Nədir burada? It is qısa forması. Və yaxud da deyə bilərəm ki, it apostrof is a big cat, böyük pişikdir və s. Sonra it nədir? It o, yəni adlı halda onu bildirir. Bir də obyekt formada isə ona onu deməkdir. Adlı halda bilirsiniz ki, cümlənin başında gələ bilir. Özündən sonra fiil gələ bilir. Və yaxud da to be formalar olsun, və yaxud da have has olsun, və yaxud da have got has got olsun. Yəni, bunlarla da ifadə oluna bilər. Amma ona onu mənasında isə həm fiildən sonra gələ bilər, sözündən sonra gələ bilər. Yəni, bunları bir sözlə bilin. Amma özündən sonra fiil gələ bilməz ona onu mənasında. Davam eləyək. Məsələn, adlı halda, yəni şəxs əvəzliyi kimi orta cins, it is a cat. O pişikdir. Və yaxud da burada nə oldu? To be-nin formasını biz xəbər olaraq işlətdik. Və yaxud da ki, deyirik ki, feillə vurğulayaq. It runs, o qaçır. Yəni, məsəl üçün, cat runs. A cat runs, pişik qaçır və s. Obyekt formada isə dedik ki, feildən sonra gəlir. Məsəl üçün, give it. Tutaq ki, yazıram ki, give it. Onu mənə ver. Give it. Deməli, burada it nədir? Məsəl üçün, tutaq ki, the book deyirəm. Give the book. Kitabı ver. Və yaxud da give it. Yəni, o kitabın yerinə iti burada vurğuladım. Yəni, burada feildən sonra gəldiyinə görə obyekt formu. Obyekt formanın tərcüməsi nə oldu dedik? Ona, onu mənasındadır. Burada da onu mənasını verir. Və yaxud da dedik ki, söz önlərindən sonra gələ bilər. Söz önlərindən sonra necə? Tutaq ki, from, in, at, about, with, of və s. to ola bilər. Məsələn, belə deyək ki, məsələn, I speak about it. Nə dedim? Mən onun haqqında danışıram dedim. Deməli, burada sözün işlənibdir mi? Bu, obyekt formadır. Adlıq forma deyil, uşaqlar. Və yaxud da look at it. Feil plus obyekt. Yəni, ona bax deyirəm. Tutaq ki, pişiyə bax deyirəm. Look at the cat. Pişiyə bax. Look at the car. Maşına bax. Yəni, onun obyekti nə olacaq? It əvəz edicisidir. Feil plus obyekt oldu. Məsələn, bir şeyə bax dedik, vurğuladıq. Sonra keçirik its quruluşuna. Deməli, its quruluşu nədir? Özünün və yaxud da onun deməkdir. Yəlik formada plus isim gətirir. Bir də özünün, onunki mənasında müstəqil forma ifadə edir. Məsələn, onun plus isim gətiriksə its legs. Onun ayaqları, onun qıçları deyək, pişiyin tutaq ki. Yəni, bundan sonra nə gəldi? Təbii ki, də isim gəldi. Və yaxud da its tail, onun quyruğu. Yəni, tutaq ki, burada pişiyi vurğulamışıq. Its müstəqil olanda isə ondan sonra isim gəlməz. Məsəl üçün, nətər ki, biz mine deyirik. Mine nədir? Mənimki elə deyilmi? Tutaq ki, deyirəm ki, her doll is nice. Onun kuklası gözəldir. Mənimki isə virgül, my but deyək burada. Lakin mənimki is ugly deyək. Çirkindir. Ugly. Nə oldu? Mənimkindən sonra nədir? Müstəqil formada. Ondan sonra isim gətirdin mi? Xeyr. Nə işlətdik? Xəbər görürsün.
Ona görə də buradakı it's dəmdə onunku deməkdir, orta cinsdir. Ondan sonra nə gələ bilər? Xəbər gələ bilər, feil gələ bilər və yaxud da to be-nin formaları gələ bilər. Yəni bunları yadınızda saxlayın. Və yaxud da cümlənin sonunda da gələ bilər uşaqlar. Yəni bu quruluşları yadınızda saxlasanız heç bir probleminiz olmayacaq.